Deməli, siz şirkət rəhbəri olmusunuz, böyük bir iş adamı olmusunuz. O mövzuya çatmamışdan qabaq onu deyim ki, son günlərin deməli xəbərləri nədir? Paşinyan çıxdı, Paşinyan dedi ki, bütün hamının pensiyasını qaldırıram. Amma İlham Əliyev qadınların pensiya yaşını qaldırdı 65-ə. Dəyərli vətənlərim, dünyanın ən böyük süni intellekt zavodunu Ermənistanda açdılar. Amma Azərbaycanda dünyanın ən böyük kazinosunu Sibrizi açdılar. Ermənistanda, Özbəkistanda, elə dünənləri sırağa gün Almaniyanın prezidenti, getdi prezidenti Özbəkistanda, Gürcüstanda maşın zavodu açırlar, Volkswagen zavodu açırlar. Azərbaycanda isə İspanların Zəncilanda camış zavodu açması belə yarımçıq qaldı. Camış zavodu belə açamadı. Camış firması açamadı bu yani camışın böyük İlham Əliyevdir. Camışın neyin fabrikı neyin? Ən böyük şey harada yaranmışdı? Ən böyük. Deməli İlham Əliyev ən böyük şey özdə neft hamısı əldən gedir. Yalnız Britaniyada çıxır. Pop qarşı aləm də bir. Amma iki şey İlham Əliyev daha çox narahat edir. İlham Əliyev qərar verdi, Avropa məhkəməsi qərarları yerinə yetirsin. Sən demə, ermənilər kütləvi surətdə məhkəməyə veriblər. O vaxt Kamil Zeynalov da ermənilərin başınıza şeylə daxı. Qadınlar o qeyri-müharibənin qaydalarına uyğun olmayan hərəkətlər elədi. İndi də itkin düşən ən axırıncı erməni vara gələ bilmir. Evimdən kirədə qalmışam. Hamısı təzminat davası döyür. İlham Əliyev də qərar verir ki, dərhal ödəyin. İndi bu buradan İlham Əliyev pis vəziyyətə düşübdür. Bir də ən pis vəziyyətə düşdüyü nə idi? Mənə zəng elədi bir Qarabağlı ki, qadan alayım. Bu videoyu mən çəkmişəm, paylaş, məni işdən də təmin edirlər təzədən. 5-6 ay verilməyən maaşlarımı da verirlər. Dedim ay mən silənmərəm. O kanal da mənimdir. İndi İlqar bəy, bir il ərzində, bunu mən demirəm ha, bunu ilə İlhamın statistikası deyir. Bir il ərzində 6000 civarında şirkət bağlanır. Bu şirkətlərin çoxusu seçki pulların transferi olsa da, amma Qarabağda həqiqətən işləyən, yol çəkən, tikinti edən şirkətlər yüzlərlə bağlandı. Müdürlər qaçdı, cavab bilmir, pulunu kimdən istəsin, 5-6 ayda maaş verməyiblər. İndi də kütləvi surətdə çıxıb hərəkətə başlayanda İlham Əliyev gördü ki, yüzlərlə insan hərəkətə başlayıb, pul istəyir, millət bunlara qoşular, qorxulu vəziyyət yaranar və İlham da dedi ki, davay səsini çıxardanı susturun, yəni pulunu verin, nəsə susturun. İlqar bəy, bu kütləvi surətdə şirkətlər, bunların maşınları satışa çıxarıldı, hətta Silkveyin təyyarələri satışa çıxarıldı. Hətta o gün baxıram ki, paylaşırlar, təyyarəni zapçast edib, oğurlayıb satıblar. Sabah biz gələndə hökumət dəyişəndə deyəcəklər, bax biz yazmışdıq, zapçast eləyirlər, biz yazmışdıq təyyarələrin satışını, biz şirkətlərin bağlanma, texnika satma. Bu nədən xəbər verir? Bu İlhamın sonundan xəbər vermirmi? Nədən xəbər verir? Demək abi, İqtisadiyyat Azərbaycanda pis gündədir. Yəni Azərbaycanda bugünkü gündə 70% bilirsən ki, İlham Əliyev və onun məmurları bütün büdcə pullarını, neft pullarını, qaz pullarını, qızıl pullarını, nə varsa hər şeyi oğruyubdular. Hər şeyi ölkədən bir vaxt çıxartmışlar, aparıb elə mənim malımda mülkümü London, Avropa, başqa yerlər. İndi cadıya pul lazımdır. Sibrizə 60 milyard layihə pul qoyurlar. Yəni Azərbaycan nə vardısa bu dəqiqə Sibrizə işləyir. Bütün pullar gedir bu dəqiqə Sibrizin layihələrinə, İlham Əliyevin nəvələrinə, İlham Əliyev biznesinə. Azərbaycan bu dəqiqə pensiyanın yaşını niyə qaldırdılar 65 yaşını? Çünki pulu ödəyə bilmirlər. Artıq neftdən, qazdan gələn olan pullar bu qədər borçlar yığışıbdır. Bu qədər insanlar illər boyu bu məsələ Avropadan pulları alıbdılar. Nə bilim, Sokarın özü pulları dağıdıb da. Bu dəqiqə Azərbaycanın özü hər bir divarı qızıldan olmalıydı. Yəni Azərbaycanda biz o vaxt inandıq ki, bu İlham Əliyev gələndə bizi Avropaya aparacaq, uğurlu Avropa siyasəti eləyəcək və bütün fabriklər açılacaq. Yanında da o vaxt seçkidə danışanda 600 min iş yerləri açırıq, nələr eləyirik. O vaxt o pulları düzgün istifadə olunsaydı qabil. Bu dəqiqə Azərbaycan Singapurdan da dövlətli, imkanlı dövlət olardı. Bu dəqiqə Azərbaycan 100 milyardlarla başqa ölkələrə hətta investisiya qoyardı. Ancaq Azərbaycana bir dənə xarici gəlmir ki, İlham Əliyev 1 manat mən qoyacağım, sabah biznes böyüyən kimi əlimdən alacaq. Məni kimi bütün iş adamlarının hamısını qaçırdıqdılar. Yəni ölkədə ancaq quldur, oğru, yaltaq, kimlər ki İlham Əliyevin yaltaqlıq eləyir, onlar pul qazanır. O birisi 10 milyon insandan özün bilirsən ki 5'i Azərbaycandan çoxdan qaçıbdır. Yəni Azərbaycanda maksimum olsa Bakı rayonları hamısını bir-birinin üstünə yıxsan 5 milyon adam olmaz. O 5 milyon insan da ayda 500 manat pul qazana bilmir. Yəni əziyyətlə, zülmlə, işgəncə ilə o qul bazarı deyirsən neçə dənə qul bazarı var ancaq Tovuzun özündə. Hər bir rayonda qul bazarı var. Bakının özündə iqtisadiyyatı dağıdıbdılar, oğruyubdular. Yəni yaxın bu 5 ilin içərisində çox böyük krizis gözləyir Azərbaycan. Yəni bu dəqiqə Azərbaycanda elə bundan da pis olacaq. Hətta bu pensiyaları qaldırdılar. Bu onsuz da pensiya nə qədər idi? Nə qədər pensiya alırdı Azərbaycan qadını? 300 manat sad idi də bu yaşa görə pensiya. Liqotdan o mənim dədəm məsələn götürər, niyə uzağa gedirik ki? Mənim dədəm 40-50 il müəllim işləyirdi. 50 il hələ o çıxanda şey yazdırırlar, ondan da yazdırmışdı. Dədəm alır 500 manat pensiya, anam da alır 400 manat pensiya. 40 neçə ildə anam işləyir. 500 manat eləyib 300 dollar. 300 dollar uşaq pulu verirlər başqa ölkələrdə. Qardaş, uşaq pulu verilmir. Pensiyası köpük quruş. Veteran pulu 80 manat. Bu ölkənin
vaxtında düzgün gələn neft, qaz pulları istifadə olunsaydı, hər bir Azərbaycanlı qabil, əmin edirəm ki, $1000 ailə yox, hər bir Azərbaycanlı aşağısı, yəni rahat pul qazana bilərdi. Ancaq bunlar hamısı nə varsa oğruqla, doğruqla, ölkədən çıxardıqdılar. Ölkədə qalan da hamısı qoyulur bu dəqiqə Sibrizə. Ona görə Azərbaycan hələ qabaqda böyük krizis gözləyir. Yəni iş yeri olmayandan sonra nə edəcəklər? Yəni insanlarımız daha çox çıxacaqlar kənara. Daha çox. Bu dəqiqə Rusiyada da pis gündədir. Qabaq Rusiya gedirdilər. 5 Mart Rusiyada qazanırdılar. Ancaq indi Rusiya gedir, ya Rus məcbur edib bunu müharibəyə aparır, tutur bizim Azərbaycanlıları və yaxud zülm verir, işgəncə verir. Güya ki İlham Əliyevlə sporu var, konflikti var və yaxud da bazarda gəlib artıq Ukrayna dronu bizim Azərbaycanlılarımızı vurur. Ona görə bu məsələ çox çətin məsələdir, ağır məsələdir. Qabaqda çox ağır günlər gözləyir Azərbaycanı. Mən bu gün tarix nədir? 21 iyun 2026. 5 ilin içərisində Azərbaycan iqtisadiyyatı çökməsə, sən mənə nə desən, deyən qardaş, sən iş adamı deyilmişsən, sən bu işi bilmirsən. Yəni getdikcə məsələ çox ağırlaşacaq. İşçiləri ixtisar edirlər, hətta dövlət qulluğunu belə bəzilərini yarı-yarıya məsələn ixtisar edirlər. Bu çox elə belə bir şey deyil bu. Milyon yarım adamın yarısını işdən atacaqlar. Çox ştatlar ləğv olur. Hələ bəlkə nazirlər ləğv olundu. Yəni bu elə belə bir söhbət deyil məncə. Yox, yəni imkanları yoxdur. Evdən oğrandan pulu İlham Əliyev geri çıxartmaq istəmir. Yəni bunu bir şey ki yeyibdir, bunu oğruyubdur. Ancaq gələn pulların da yenə də bu 70%-ni yeyirlər və büdcədə belə deyək, gəlib büdcə Azərbaycan xalqı 10 milyon insandır. Bizim normalda büdcəmiz olmalıdır 100 milyard. Yəni biznes olsa, neftin düzgün pulları olsa 100 milyard bizim büdcəmiz olanda hər bir Azərbaycanlı $1.000 mən dediyim məsələ, yəni rahat yəni devriyəsi olur. Yəni nəyisə ortada gəlir gedir. Plus xalqın özünün, yəni kənd təsərrüfatını icazə versəydilər, şərait yaratsaydılar, xalqın öz torpağını özünə versəydilər, yəni Arzunun boşanmış əri Səmədə yox, Qodnisanova yox, nə bilim büdcənin pullarını Sibrizə yox, versəydilər, hər bir Azərbaycan ailəsi bu dəqiqə əziz qardaş və Singapurdan da yaxşı yaşayardı. Bəy, əmin ol ki, bu İlham Əliyev rejimi bitsin. İndi kim prezident olacaqsa xalqını seçsin. Yəni mən deyirəm, xalq qabil istəyəcəksə qabil seçsin, kim istəyəcəksə onu seçsin. Mən bir iş adamı kimi, mənim işim odur ki, Azərbaycanın gələcəyi üçün hər bir şərait yaradım ki, Azərbaycan iqtisadiyyatı, iş yerləri açılsın, fabriklər açılsın, investorlar gəlsin. Yəni devlətin heç də olmamalı devlətin. Ümumiyyətlə Amerikada devlətin çox az bir şey var. Hər şey şəxsidir. Yəni Elon Musk kimi trilyonluq şirkətlər var. Ancaq Azərbaycanda ya adı devlətindir, ya da Paşa Holdingidir. Yəni başqa bir hətta balaca dükan da artıq bu saat. Qabaq yenə də şərait yaradırdılar. Kimisə balaca bir dükanı var idi, nəyi var idi. İndi inan mənə o da kassa polis rəisindən şərik olmasa mümkün deyil sənin nəyinsə olsun da. Bəy,